İmam Zeynulabdin ağa yazırlar, əsrlikdən qaydandan sonra Mədinə küçələrində harada görərdi ki, bir qəssab bir heyvanı saxlayıb kəsməyə, yaxınlaşıb soruşardı ki, buna su vermişsiniz, deyərdilər ki, ya Seyyidəna, ya Mövlana, biz sizdən şəriət öyrənmişik ki, heyvanı kəsməzdən öncə, qurbanı kəsməzdən öncə ona su içirərlər. Həzrət ağlayan deyərdi, amma mənim atama su vermədən bu ümmət su kənarında başını kəsdi. Və hətta Seyyid ibn Tavus nəql edir ki, və ka 40 sənə, 40 il Kərbəladan sonra İmam Zeynulabdin ağa ağlayıb. Deyir, xadimi qulağı gətirib su verərdi ki, iftarın açsın. İftarın açmazdan öncə suya baxardı, ağlayardı. Deyərdi, ama niyə ağlayırsan? Deyərdi ki, mən iftar etməyə su tapıram, amma dilsiz ətşan Əsqərin qardaşım su istədi, su əvəzini onu qanuna qəltan edədilər. Allah bizi Quran və Əhl-i Beyt müsəlamlardan ayrı salmasın. Allah bizi dünya və uğurlarda Əhl-i Beytin nuru ilə münəvvər eləsin.